Herkese selamlar. Bu dersimizde counter modu, dekoratörler ve request modunun ne olduğunu bakacağız. İlk önce counter modundan başlayaq. Counter modulu Python'ın Collections kitabxanasına daxil olan bir sinifdir və əsasən elementlərin tezliyini saymaq üçün istifadə olunur. Counter modu sizə tez-tez və ya daha çox istifadə olunan elementləri tapmaqda kömək edir. Burada əsas məqsəd odur ki, counter bir növ dictionary kimidir, lakin açar olaraq obyektlərin özünü saxlayır və dəyərlər olaraq həmin obyektlərin sayını saxlayır. Bir nümunə üzərindən gedək. İlk öncə onu sizin faylınızda import etmək üçün from collections deyirəm və daha sonra modulumun özünü import edirəm. Modulum import olduqdan sonra artıq bir list yaradıram. Bu listdə mənim bir neçə hərf daxildir, element deyək. Və aralarında təkrarlamalar da var təbii ki. Və mən buradakı elementlərin sayını görmək istəyirəm. Bunun üçün counter metodundan istifadə edirəm. Count deyə bir dəyər yaradıram və counter metodumu çağırıram. Listimi ona göndərirəm. O avtomatik hər bir element üçün açar bir növ rolunu oynayır və daha sonra onların sayını dəyər kimi onları mənimsədir. Gördüyünüz kimi B-dən 3 dənədir, A-dan 2 dənə, ən sonunda da C-dən 1 dənədir. Burada counter funksiyası siyahıdakı bütün elementlərin sayını hesablayır. Başqa metodlar da var təbii ki. Məsələn, mən count most common desəm, mənə bütün siyahını qaytarır. Amma mən burada ən çox təkrarlanan hərflərdən yalnızca birini görmək istəyirəm desəm, bir yazıram, mənə B-ni qaytardı. Mən ikisini görmək istəyirəmsə, mənə A-la B-ni qaytardı. Bəs başqa necə edə bilərik? Mən təkrarlanan elementləri görmək istəyirəm. Bunun üçün count elements deməliyik. Təbii ki, o məlumatları çap etmək üçün list halına salınır. Çünki hər birini ayrı-ayrılıqda özündə qeyd eləyir. Və gördüyünüz kimi A-dan 2 dənə, B-dən 3 dənə, daha sonra C. Növbəti haqqında danışmaq istədiyim mövzumuz dekoratorlardır. Dekoratorlar Pythonda funksiyaların və metodların üzərinə əlavə funksiyonallıq əlavə etmək üçün istifadə olunur. Dekoratorlar adətən bir funksiyanı qəbul edir və ona dəyişikliklər edir, daha sonra dəyişdirilmiş funksiyanı geri qaytarır. Dekorator bir funksiyanın üzərindəki əlavə xüsusiyyətləri dəyişdirmək və ya artırmaq üçün istifadə olunur. Dekorator tanıtmaq üçün bu ət işarəsindən istifadə etməlisiniz və daha sonra onun adını yazırsınız. Bir nümunə üzərindən gedək, sadə bir dekorator yaradaq. Dekoratorlar da digərləri kimi təbii ki, funksiyalardır. Və mən burada dekorator deyirəm. Və funksiya qəbul edir təbii ki. Burada daxilində istədiyiniz adı yaza bilərsiniz. Daha sonra daxilində deyirəm ki, sən funksiyanı qəbul et. İlk öncə funksiya işə salındı və daha sonra biti deyə mənə mesaj yaz. Bu zaman içərisində bir funksiya daha yaradıram. Və ilk öncə etmək istədiyim əməliyyatı qeyd edirəm. Print mənədir. De ki, başladım. Daha sonra deyirəm ki, sənə verdiyim funksiyanı yerinə yetir. Bu zaman funksiyanın adını bu formada yazırıq və sonra deyirəm ki, funksiya ilə işim bitdi. O zaman mənə bildiriş göndərəcək ki, mən funksiyanın bitdiyini bilim. Və daha sonra təbii ki, mənə onu qaytar. Return. Bu bizim bir növ sadə dekoratorumuzdur. Daha sonra
Mən bir funksiya daha yaradıram. Məsələn, def deyək, salam funksiyası olsun. Və daha sonra onun daxilində print etmək istəyirəm ki, mənə salam desin. Və o funksiyamı daha sonra çağırıram. Bu adi funksiyadır. Gördüyünüz kimi run etdikdə daxilində nə yazmışıqsa onu yerinə yetirib. Amma mən əvvəlinə dekorator funksiyamı əlavə etsəm, burada funksiyanın adını yazırıq və run edirəm. Gördüyünüz kimi artıq mən salam dedikdə o dekorator funksiyası olduğu üçün bura gedir həmin funksiya. İlk öncə başladı deyir, daha sonra funksiyamı yerinə yetirir. Yəni bunu, salamı yazdı və daha sonra funksiyam bitdikdən sonra mənə bitdi deyə əlavə olaraq mesaj da göndərdi. Burada dekorator salam funksiyasını dəyişdirir və əlavə olaraq onun başında və sonunda mesajları çap edir. Wrapper funksiyası isə bu funksiyonu çağırır və əlavə olaraq ona mesajlar verir. Digər bir haqqında danışmaq istədiyim mövzu request moduludur. Request modulu HTTP sorğularını göndərmək və onları cavablamaq üçün istifadə olunur. Pythonda web API-lər ilə işləmək üçün çox yayğın istifadə olunan bir moduldur. Request modulunda get, post, delete kimi müxtəlif metodlar vardır, hansı ki HTTP sorğularla bağlıdır onlar. Sadə bir nümunə göstərmək istəyirəm. Təbii ki, ilk öncə modulumuzu import etməliyik. Və daha sonra biz bir sorğu göndərmək istəyirik, get sorğusu. Ona response deyək. Bərabərdir request get deyirəm və adresi qeyd edirəm təbii ki, burada. Mən GitHub-a göndərmək istəyirəm. Onun adresini qeyd edirəm. Və daha sonra mən həmin sorğunun status kodunu çap etdirmək istəyirəm. Təbii ki, burada status kodunun növləri var və onlar bizə sorğu ilə bağlı məlumatlar verir. Müsbət oldu ya da problem çıxdısa o nə ilə bağlıdır deyə. Deyirəm ki, response code. Bunun üçün təbii ki, status code deyə bir metod var, ondan istifadə edirik. Və daha sonra mən əlavə olaraq sorğuda əldə etdiyim JSON məlumatını çap etmək istəyirəm. Yəni siz bir sorğu göndərdikdə, əslində bir növ məlumat da göndərsiniz, məlumat alış-veriş edirsiniz və əldə etdiyiniz JSON məlumatını da ekrana yazdıra bilərsiniz. Bunun üçün response JSON deməyiniz kifayətdir. Gördüyünüz kimi sorğu zamanı bizdə kodumuz 200-dür. Bu təsdiqli bir növ, yəni uğurlu olub və daha sonra oradan əldə etdiyimiz məlumatların hər biri burada JSON formatında bizə verilir. Burada əsas məsələ odur ki, buradakı get metodu URL-ə HTTP get sorğusu göndərir və daha sonra status kod, HTTP cavab status kodunu göstərir və ən sonda da biz cavabda gələn məlumatları JSON formatında əldə edirik. Burada counter modulu Pythonda elementlərin tezliklərini saymağa və tezliklərlə əlaqəli əməliyyatlar aparmamıza kömək edir. Dekoratorlar funksiyaların üzərindəki əlavə xüsusiyyətləri dəyişdirən və artıran güclü vasitələrdir. Request modulu Pythonda HTTP sorğuları göndərmək və cavabları qəbul etmək üçün istifadə olunan bir modullardır.